Minecraft kinoda macera filminin premyeradan öncə nümayişi keçirilib. Film Warner Brothers və Legendary Pictures şirkətlərinin birgə layihəsidir. Filmin rejissoru Jared Hester. Yeni film İsveçli proqramçı Marcus Perssonun yaratdığı Minecraft kompüter oyununun ilk adaptasiyasıdır. Oyun rəsmi olaraq 2011-ci ilin noyabrında buraxıldı, çox da sevildi, populyar oldu. 4 outsider sirli portal vasitəsilə qəribə kubik möcüzələr ölkəsinə düşür. Qəhrəmanlar ölkədə məskunlaşan pis canlılarla qarşılaşmalı və evlərinə gedən yolu tapmalıdır. Sağ qalmaq üçün onlar malik olduqları bütün yaradıcı bacarıqlarından istifadə etməlidir. Minecraft kinoda filminin premyeradan öncə nümayişi oyun və kino həvəskarları üçün əsl bayram oldu. Maraqlı dekorasiya, oyun qəhrəmanlarının obrazı, tamaşaçıların rəğbətli rəyləri və tədbirin miqyası bu axşamı həqiqətən də unudulmaz etdi. Məndən qabaq oğlum dedi ki, gəl gedək, çünki mən istəyirəm baxmaq. Oyununu oynayır, amma indi filmini də baxmaq çox maraqlı gəlir. İndi ilk dəfə olaraq görmüşəm, planşetdə oynayanda görmüşəm qəhrəmanlarını falan. Amma filmdə indi bilirəm ki, yaxşıdır, bilirəm ki, uşaqların xoşuna gələcək. Yeni film İsveçli proqramçı Marcus Perssonun yaratdığı Minecraft kompüter oyunun ilk adaptasiyasıdır. Qapalı nümayişimizdə təkcə böyüklər yox, uşaqlar da qatılıb. Maraqlı dekorasiya, oyun qəhrəmanların obrazı və tədbirin fərqliliyi bu axşam həqiqətən də unudulmaz edir. Gənc nəsil üçün, uşaqlar üçün və teenagerlər üçün, yeniyetmələr üçün, hətta orta nəsil də çox baxır bu cür oyunları oynayırlar. Yəqin ki, filmə də gedib izləyəcəklər.